Salam dostlar, bugün sualları sizə izah edəcəm. İnformatikadan birinci sualımız nədir? 61-də bizdə deyir ki, sözlərdən neçəsi HTML-də səhifədə qalın şriftlə. Birinci biz bilməliyik ki, bold, bir də strong. Bunlar bizə nədir? Qalın verir. Və burada da baxıram ki, bold buradadır, strong buradadır, bir də bold B buradadır. Deməli nədir? 3 dənə. Gələcəm 62-ci suala baxacağıq. 62-ci sualda da nədir? Deyir ki, burada rəqəmləri olan mövqeli say sistemində ən böyük 3 rəqəmli ədədi müəyyən edin. Burada da baxıram ki, 6, 7, 8, 9 belə deyim ki, nə var? Rəqəmimiz var. Burada da ən böyüyü nədir? 7. Daha doğrusu ən böyük rəqəm 7. Ən böyük 3 rəqəmli ədədi düzəltmək üçün də Y olacaq. B variantı. Gəldik nəyə? 63-cü sualımıza. Və bizə 63-cü sualımızda nə istəyir? Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Biz baxırıq ki, burada i bərabərdir 0, for in range 20-dən 121-ə qədər, if 25-dən böyük, 95-dən kiçik, həm də təkləri olanları istəyir. Və mən də baxıram ki, bax burada n-dən belə deyim ki, 25-dən kiçik olanları 25-dən nədir? Kiçik olanlar nədir? Else düşəcəkdir. O da ki, hansıdır? Çünki bizdə burada and var ki, bunların 3 halda 3 şərti də ödəməlidir. O da 20, 21, 22, 23, 24. Düzdürmü? 5 dənə ədədim burada oldu. Və sonra 25-lə 95 arasına baxacağım. Düzdürmü? Ki, else'yə düşəni. Aha. Orada da ki 25 ilə 95 arasında baxsam, ümumi neçə ədəd var? 71. Düzdürmü? Və 71. Bunun neçəsi 35-i cüt, 32-si tək olacaq və cüt bunlar tək olduğu üçün cütlər nədir? 35 dənə bu olacaqdır. Və 95-dən böyük olan ədədlər hansıdır? Else'yə düşəcək. Çünki 95-dən kiçik deyil. 95-dən böyük olanlar 90 elə bil ki 6 ilə 120 arasında 25 dənə də burada ədəd var ki, hansı ki 95-dən böyükdür. Bunların cəmi nə eləyəcək bizə? 5 üstə gələk 35, 40 üstə gələk 25, bu da 61. Və if-in da içərisinə düşəcək ədədlər hansılar olacaq? Təkdilər ki, o da hansılardır? 31, 75, 77, 79, hansı ki bu şərti ödəyir, 3-ə bölünüb 10-a bərabərdir, 5-ə bölünüb 15-ə bərabər olan ədədlərdə bu 4 dənədir. 65 üstə gələk 4 bərabərdir nə? 69-a bərabərdir. Gəldik bizim 64-cü sualımıza dostlar. Belə deyim, ümumiyyətlə bu belə vurğulayım ki, bizim test topludan da suallar düşübdür. Bax bu 64-cü sual bizim test toplumumuzun sualıdır. Sadəcə olaraq biraz rəqəmlər dəyişdirilibdir. Və salam, tamamilə 100%-dən bu sualımıza birə-bir eynidir. Və heç bir mənbədə də bu sual yoxdur. Bu belə. Aha. İndi gəldik burada. Bizə nə deyir? Daxil edə biləcək hansı ən böyük tam qiymətində K-nın Python dilində yazılmış proqram 9 ədədini çapa verər. Və 9 ədədini çapa verərsə, bu i-nin qiymətidirsə, düzdürmü? Baxıram ki, i-də burada 12 daxil olunubdur, düzdürmü? 12 daxil olunubsa, deməli 12 çıx 1, bunlar i-nin qiymətləridir. 11, görək neçə dəfə dövr edibdir. 11 çıx 1, 10, 10 çıx 1 nədir? 9, düzdürmü? Və bizdə də burada f-i'ləri, görürsünüz, gəlir burada f-i'ni qoyur, f-i də burada çağırılıbdır. Birinci ədədim nə olacaqdır? 12 daxil olunubsa ilkin olaraq 12 daxil olunur. Və f funksiyası həmişə yadınıza saxlayın. Demişik nədir? Returndan aşağı baxırıq. Çünki digər kodlardan fərqli olaraq girişlər def funksiyasında aşağı hissədə verilir. 12 vurulsun 12, çıxılsın 20. Bu bizə verəcək 124. Düzdürmü? Bax, burada da bizdə dövrün gövdəsində 120 deyir böyükdür K, 120 sıfırdan böyükdür. Çünki bizə 9 ədədin çap olunması üçün birinci adımda nədir? Bu 12-nin girişində bu şərt ödənməlidir. Deməli, K böyükdür. Sonra digəri, ondan bu şərtim ödəndən sonra i-ni bir vahid azaldıb 11 olubdur. Gələcəm yenə 11f, 11-i qoyuram yerinə. 11-i qoyanda 11-in kvadratı 121, çıxılsın 20, bərabərdir nəyə?
101'ə bərabərdir. Burada da 101 k-dan böyükdür. Bu şərtimi ödədiyi üçün təzədən gəlirəm. 11'i bir vahid azaldıram. Olur nə? 10. Burada da 10'un kvadratı çıxaq 20. Bu da bərabər nəyə? 80. Artıq bu şərtimdə böyükdür hə ödəndiyi üçün 10'dan 1 çıxacam 9. Gəlib 9'u qoyacam. 9'un kvadratı çıxaq 20 bərabərdir 61. Artıq 9 çapın baxın. Burada nədir? Şərtim ödənilməyəcəkdir. Və i dəyişən 9 qiyməti olması üçün nədir? 80 böyük bərabərdir k şərti ödənilməlidir. Bu halda da k dəyişən ala biləcək ən böyük qiymət nədir? 80 olacaq A variantı. Gəldik bura. Neçənci sualımızdır? 65-ci sualımız. 65-ci sualımızda bizdən nə istəyir? Klaviaturadan əvvəlcə 8, 11 ədədləri daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Yəni M8, M də nədir? 11 daxil olunub, düzdürmü? M8, 11 daxil olunubsa, gələcəm bura. Birinci ifi qapısını döyəcəm. Baxın, bir üstündə yazılmış. Əgər if ödənmirsə, mən elifə düşürəm. Əgər if ödənirsə, elifi görmürəm. Aydındır? Elifə düşmədiyim üçün bu S-də bu elifin elsidir. Ona görə elsi də görmürəm. Ona görə gəlirəm. M-in qiyməti 8. 8-dən 2 çıxanda 6. 11 6-dan böyükdür. Bəli. Düşəcəm bura. M-in üstünə gələcəm. N gələcəm. Yəni M-in qiyməti nədir? 8 üstə gələk 11. Bu neçə eləyir? 19. Və gəlirəm bu if ödəndiyi üçün bu daxili içəri ifə düşürəm. Bu sanki mağazanın qapısını döyürsünüz. Əgər qapı açıqdırsa içəri girirsiniz. Açıq deyilsə birbaşa çıxır, dövrdən çıxır. İndi ona görə hələ ki bu ifim ödənib deyə bu ifə düşürəm. İndi gələcəm bura. N üstə gələk 2. Burada N-in son qiyməti 19'dur. N də nədir? 11'dir. 11'in üstə 2 gələndə neçə eləyəcək? 13. M də nədir? 19. Deyir 19 bərabərdirmi 13'ə? Xeyr. Onda nədir? Çünki bu if ödəndiyi üçün bu elifi görmür. Aydındır? Bu elifə düşmədiyi üçün də bu elsi görmür. Aydındır? Gələcəm onda nədir? Bax burada N-in üstə M gələcəm. Düzdürmü? N-in üstə M gələcəm. N-in qiyməti 11'dir. M-in qiyməti son olaraq neçədir? 19'dur. 30 elədi. N-in son qiymətini 30 aldım. Düzdürmü? N-in son qiymətini 30 aldımsa, M-in son qiyməti neçədir? 19. 30 ilə də 19 neçəyə bərabərdir? 49'a C variantı. Gəldik 66-cı sualımıza. 66-cı sualımıza. Və bizə nə deyir burada? Hər səhifəsində 45 simvol olan Unicode standartı ilə kodlaşdırılmış mətn faili ötürülmə sürəti 30 bit saniyə olaraq rabitə kanalı 4 dəqiqəyə nədir? Ötürülür. Bizdə səhifə sətr verilibdir, düzdürmü? Birinci necə tapacağıq? Birinci, mətn failin hər səhifəsi Unicode standartı ilə kodlaşdırılıbsa, bizə səhifələrin sayını soruşsa, onu nədir? X olaraq götürəcəm. Ona görə V bərabərdir nə? 45 vurulsun Unicode 16. Düzdürmü? Səhifələrimin sayı da nədir? S götürürəm. Düzdürmü? Çünki burada Unicode'u bitlə götürdüm deyə, bu da bitləndir deyə aydındır. Ona görə bitlə istifadə elədim. Byte-la yox. Düzdürmü? Aha. Buradan bu. Sonra failin ötürülməsi üçün surəti 30 bitdir. Düzdür? Bu da ki Q bərabərdir və T düsturundan istifadə edəcəyik. Düzdürmü? Burada da T 4 dəqiqədirsə, düzdür? O da bərabər olacaq nəyə? 240 saniyə. Düzdürmü? Əgər həcmin budursa, T də budursa, baxın 45 vurulsun 16 vurulsun S, baxın bit yazıram yanına bit. Bərabərdir nəyə? Bərabərdir nəyə? 30 bit. Düzdürmü? Bit. Bölünsün saniyə. Vurulsun nə? 240 saniyə. Aydındır. Buradan da S'i tapsam necə tapacam? Bu 30 vurulsun 240 bölünsün nə? 45 vurulsun 16.
Aydındır. Buradan nəticə olaraq da tapacaq nə? Bitlər ixtisar gedəcək hər iki tərəfdən. Qalacaq nə? 10. A variantı. Gəldik 67-ci sualımıza dostlar. Baxın, burada bizə nə lazımdır? Burada cədvəldə bu funksiyasının qiymətlərinin hesablanması üçün Y2 xanasındakı hansı düstur yazılmalıdır ki, həmin düstur Y3, Y5 diapazon xanalarına köçürüldükdə X-in D2, D5 diapazonunda verilmiş qiymətlərinə görə Y funksiyasının uyğun qiymətləri hesablanmış olsun. Baxıram ki, burada burada K ilə B görürsüz sabitdir. Amma X nədir? X dəyişəni. X isə dəyişilməlidir. Aydındır köçürülən zaman. Ona görə əgər Y2 xanasından Y3-dən Y5-ə qədər köçürülübsə, köçürülməsi baş veribsə, deməli baxın bu A2-də, B2-də xanalar belə deyək ki, yerləşən qiymətlər sütun adları belə deyim ki, nisbi, sətir adları isə mütləq göstərmək lazımdır. Niyə? Çünki bu 2 dəyişməyəcək də, dəyişməyəcək. Ona görə nədir? Mütləq olmalıdır. Ona görə nə olacaq? A mütləq 2, A mütləq 2 olması üçün də ona görə bu variant getdi, bu getdi, bu getdi. A ilə Y qaldı və B2 ilə də burada da mütləq 2 nədir? 2 belə deyim ki, sabit qalmalıdır, dəyişilməməlidir. Ona görə B sütununa da baxıram ki, orada da B2 sabit dəyişməməlidir. Ona görə doğru, burada da digərləri dəyişəcək. Çünki burada D2, D3, D4 bunlar nədir? Baxın, hər bir ədədi olaraq X dəyişəni dəyişəcək. O da olacaq nə? Y variantı. Gəldik bura. Baxaq, burada nə istəyir bizdən? Deyir, dairəvi diaqramda mağazada satılan cəmi 80 ədəd olan ABCD məhsulların say bölgüsü faizlə. Sütunlu diaqramda burada isə diaqramda isə onların bir ədədinin satışında əldə olunan gəlir göstərilmişdir. Əgər 80 isə saat əqrəbi istiqamətində, onsuz da saat əqrəbi istiqamətində belə deyim ki, hesablasaq, bura düşəcək nə? 40, bura düşəcək 8, bura düşəcək 16, bura düşəcək nə? Burada elə 16 eləyəcək, bərabərdir. Çünki bunlar da bərabərdir. Aydındırmı? İndi gəlirəm, baxıram ki, burada A sütunu 5. Düzdür? 40-ı neynəyəcəm? Vuracam 5-ə. Bu elədi 200. 8-i vuracam 25-ə. Eləyəcək 200. Düzdürmü? Sonra 16-nı vuracam 15-ə. 240 və 16-nı vuracam. Burada da nədir? 10'dur. 10'dur. Eləyəcək nə? 160 və burada olaraq 200, 240, bir də 160. Bunlara görə də nədir? Bizim doğru cavabımız hansı olacaq? Bir dənə buna baxaq. 200 bərabər olanlar 200 olaraq bir B variantında var. Bir də Y variantında var. Düzdürmü? 200 olaraq. Sonra nə var? 240. O da 250 arasında yerləşəcək. Bir də nədir? 160. Düzdürmü? Burada da 160 Y variantı uyğun gəlir. Sonra gəldik nəyə? 69-cu sualımıza. Baxın dostlar, mən sırf bu sualı addım-addım gedəcəm ki, yəni gələn üçün, uşaqlar üçün də, yəni bu ildən keçdi. Mən bunu bir dəfəlik də izah eləyə bilərəm qısa yolla. Amma ki, bunu addım-addım izah eləyəcəm ki, bunu gələn üçün uşaqlar da baxanda anlasınlar. Baxın, bizdə burada A siyahısı verilib. S bərabərdir 0. Düzdürmü? İ də 1 verib. Len A. Len A'da uzunluq nə qədərdir? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Düzdürmü? Uzunluq nədir? 11'dir. Düzdür? 11'dən də 1 çıxacam 10. Deyir ki, i kiçik bərabərdirmi 10 olana qədər ifin içinə düşəcək. Aydındır? Bax, bu ədədləri, indeksləri 0, 1, 2, 3, 4, 5,
6, 7, 8, 9, 10. Düzdürmü? Və bizə onun özü daxil deyil də. Çünki 9 artıq kiçik olacaq, şərt dövrdən çıxacaq. Və S də 0-dır. Bizdə nə deyir? Baxın, birinci ifdə nə deyir? Deyir ki, bu ifdə A 0-cı indeks bərabərdirmi? A 0-dan 1 çıxacaq. Bircə saniyə. Hə, çıxmadı. Düzdürmü? Elə bil ki, 0-dan 1 çıxacaq. 1 üstə gərək 2. Yəni, burada deyir ki, sanki belə deyir. Yəni, 0-cı indeks burada demək istəyir ki, özündən əvvəlki elementdən 2 vahid böyükdürsə, düzdür, ifin içinə düşəcəm. Aydındırmı? İkinci ifin içinə düşəcəm. Və ikinci ifdə nə demək istəyir? Deyir ki, əgər özündən sonraki elementdən 2 vahid nədir? Kiçikdirsə, düzdür. Amma növbətidən nədir? 2 vahid böyükdürsə. Bunu demək istəyir. Onda S üstə gələn nədir? 20 olacaq. Aha. İndi gələk belə yazaq. Burada artıq I 1-dən başladıq deyə. Biz 1-dən gedəcəyik, 0-dan yox. Aydındırmı dostlar? Aha. Sanki belə. A deyir ki, birinci indeksin elementi gələcək. 1-dən 1 çıxacam, nə? 0. 0-ın üstə 2 gələndə 2 eləyəcək, düzdürmü? Sanki belə. Baxın, 1 bərabərdirmi? A, 1 qoydum, düzdürmü bunun yerinə? 0. 0-ın üstə 2 gələndə də nə? 2. Düzdür? 2. Deməli. Aha. Baxın, yenə deyirəm. Bu, elə bir ki, birinci indeksdən başlayır, düzdürmü? Burada da 0'dır. Birinci indeksin elementi nədir? 2. Üstə gələk. 0-cı indeksin elementi nədir? 1. Bu bizə 3 verirmi? Düzdür. 3 verir. Düzdür. Deməli, bizə birinci indeksin elementi 2'dir. Aysa. 3 verir. Deməli, bu səhvdir də. Birinci şərtim bərabər olmayacaq. Çünki mənə deyir ki, bu buna bərabərdir. Deməli, nədir? Bu ödənməyəcək. Ona görə bu içindəki ifə baxmır. İ'ni bir vahid artırır. İ'ni bir vahid artıranda da birin üstə 1 gələcəm. 2. İ'm 2 olur. Aydındır. İndi I bərabərdir 2 qoyduqda. I bərabərdir 2 qoyduqda baxın A 2 olur. A'nın ikinci indeksinin elementi nədir? 3. Üstə gələk. Düzdürmü? Əgər 2 qoymuşamsa, burada 2-dən də 1 çıxacam. 2-dən 1 çıxacam. 1. Birinci indeksin elementi nədir? 2. Aydındır. Düzdürmü? Burada 2'nin üstə 2 gələndə nə eləyir? 4. Düzdür. Burada da deyir ki, yəni bu 3'dür. Üstə gəl deyil. 3 deyir bərabərdirmi 4'ə? Yox. Düzdürmü? Deməli, bunun da içinə daxil olmayacaq. Ona i'ni bir vahid artıracam. Olacaq nə? 3. Və belə qərara gəldik ki, burada neynir? Burada belə qərara gəldik ki, burada neynir? Özündən 2 vahid artırır. Təzədən i 3'ə gəldik. Düzdürmü? 3'ə gəldik. 3-cü indeksin elementi nədir? 5. Deyir 5 bərabərdirmi? Əgər 3 qoysam 2. İkinci indeksin elementi nədir? 3'dür. Düzdürmü? Bu 5'ə bərabərdir. Bu da nədir? İkinci indeksin elementi 3'ə bərabərdir. 3'ün üstə də 2 gələndə 5 eləyir. 5 5'ə bərabərdirmi? Bəli. Ona görə nədir? İfin içinə düşür. 5 5'ə bərabər olduğu üçün ifin içinə düşür. Gəlir burada neynir? Burada. Gələcək A i neçə idi bizdə? 3 idi. Düzdür? 3-cü indeksin elementi nədir? 5. 5'in üstə 2 gələndə 7. Düzdürmü? 7 deyir 7'yə. 7 burada da nə idi? Ayda 3 idi. 3'ün üstə də 1 4. 7 7'yə bərabərdirmi? Bəli. Ona görə içindəki ifə girir və burada S üstəgəl nədir? İ'ni cəmləyir. Düzdürmü? İ'ni cəmləyir. Burada da i'ni cəmləməsi üçün S'im nədir burada? 0'dır. Düz deyilmi? Bəli, 0'dır. Düz deyilmi? 0'ın i'də neçə idi? 3 idi. 0'ın üstə 3 gələndə neçə eləyəcək? 3 eləyəcək. Aydındır. İ'ni bir vahid artırıram. Olur nə? 4.
Düzdürmü? Təzədən 4-ü qoyuram. Hələ ki bu kiçik olduğu üçün 4-cü şərtdə gedirəm. Yenə deyirəm, bunu gələn abituriyentlər üçün addım-addım izah edirəm ki, məntiqin başa düşsünlər, sonra özləri nədir? Bir-bir addım-addım gedəcəklər. Sonra i bərabərdir 4 qoyanda necə olur? Burada da yenə 4-cü indeksin elementi nəyə bərabərdir? 7-yə. 4-dən də 1 çıxanda 3. 3-cü indeksin elementi nədir? 5. 5-in üstə 2 gələndə neçə eləyəcək? 7. Düz deyilmi? Aysan. Burada da 7 7-yə bərabərdir. Hək. Bura daxil olur. Burada da neyniyəcək? Yenə 4-dür. 4-cü indeksin elementi 7. 7-nin üstə də 2 gələndə neçə eləyəcək? 9. 9 deyir bərabərmi olacaq? Burada da 4 idi. 5-ci indeksin elementi 8. 9 8-ə bərabər olacaq? Yox. Onda nədir? İ'ni bir vahid artırmış oluruq. 5 olur. Aydındırmı? Baxın bu şəkildə davam edə-edə gedir. Bu şəkildə davam edə-edə gedir. Və bizə nəticə olaraq bu addımda 1-2 addım getdim, izah elədim. Yəqin ki, bunu başa düşmüş oldunuz. Deməli, bizə nə istəyir? Bizə deyir ki, bu A'yı nədir? Özündən əvvəlki elementin 2 ədədi ilə cəmi. Düzdürmü? Burada. Düzdürmü? Və uşaqlar, burada isə içxaq 1-də isə, baxın burada isə özündən sonraki elementin 2 ədədin fərqini, şərtinin bərabər olub olmamasını yoxluyur. Aydındır? Buradakı A siyahısında həmin şərti ödəyən elementlər hansılardır? 5-dir, 10-dur, 15 olacaq. Yenə deyirəm, onun addımlarla məntiqini tutandan sonra yaza biləcəksiniz. Və belə deyim ki, bunların da indeksləri nəyə bərabər olacaq? 3-ə, 6-ya, 9-a. Və bunlarda da bizə S istədiyi üçün bu S-i cəmləyəcəyik. 3 üstə gələk 6 nədir? Üstə gələk 9. O da bərabərdir 18-ə. A variantı. 69, 70-ci sual. Buna biraz sonra baxaram. Əsas Pythonlara. Bunlara baxaq. Onları izah eləyəcəm. 71-ci suala baxaq. 71-ci suala. Aha. 71-ci sualda uşaqların qarışdıracağı nə olub? Bu 20 dimin sualında da var idi. Test toplusunda bu tip sual var idi. Burada bizə deyir ki, klaviaturadan, bax bura, A simvolu daxil olunubdur. Düzdürmü? Yəni sual bərabər olacaq A-ya. Burada bərabərdir string, yəni G-yə. Sual deyir ki, bərabərdirmi A-ya? Yəni sual da A-dır. A dəyişəndə nədir? Burada A dəyişəni görürsünüz, dırnaqda yazılmayıb. Yəni G-yə bərabərdir? Yox. Onda elifi düşürəm. A G-yə bərabərdir? Yox. Düzdürmü? Onda nədir? Elifə düşürəm. Sual A-dır. Nədir? A A-ya bərabərdir? Bəli. Onda C-ni nədir? Çapa bu ödəndiyi üçün digər elifə də düşmür. Bu elifə düşmədiyi üçün də bu elifə düşmür. Oldu nə? C variantı. Gəldik 72-ci sualımıza. Bəli. İndi sonra. Yəni bizə bu veribsə, biz neyinirik? Ümumiyyətlə ikilikdən keçəndə 16-dan neyinirik? 4 qrupa bölürük də, düz deyilmi? Ona görə bu da 224 verir. Düzdürmü? 4-ə böləcəyik. Bu 4-ü də 2 üstü 2 kimi yazacağım. Bu da bərabər olacaq nəyə? 2 üstü 22-yə. Aha, oldu nə? 2 üstündə 22. D variantı. Gəldik nəyə? Yəqin ki, artçıl gedirik. 73-cü sualımıza. 73-cü sualımızda nə deyir bizə? Burada nə deyir? Deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. N bərabərdir bu siyahı verilib. N bərabərdir 0, I bərabərdir 0. Val N uzunluğu götürür. 3, 6, 7-dir. I də ta ki 0, 7-dən kiçik olana qədər nədir? Bunu neyinir? S deyirə çevirir. Aydındır. Yəni burada, baxın burada nə demək istəyir? İlkin olaraq M-in qiyməti də 0 götürülübdür, düzdür? Və dövrün hər bir elementi üçün burada əgər biridirsə, bir rəqəmi olması şərti neyinir? Yoxluyur. Düzdürmü? Çünki sayı bu da, yəni dimin öz sualında var, kənara çıxılmayıbdır. Və burada olacaq hansılar? 21,
Burada da neyinir? Hansı ki bu şərti ödəyib bunları cəmləyəcək. 51, 14, 1 var içində, bir dənə 1000. Düzdürmü? Və son hansı ki bu ödəməyib 1-ə bərabər deyil, nədir? Həmin ədədin özündən nədir? Çıxılacaq nə? 1-ə bərabər olmayanlar. O da ki buna bərabər olacaq. 11-ə bərabər olacaq. Nədir? 65-ə bərabər olacaq. Düzdürmü? Bu da ki burada emi aldıqca hər dəfə bu çıxılır deyə ona görə onu bir dəfəni belə yazmaq olar da 110 çıxaq 11 çıxaq 65. Düzdür? Bu da bərabər olacaq. Nəyə? 900-ə A variantı. Gəldik 74-cü sualımıza. Aha. 74-cü sualımızda nədir? Deyir ki, 1024 rəng çalarına malik raster qrafik təsvirinin informasiya həcmi 60 kilobaytdır. Bu qrafik təsvirlə müqayisədə enindəki piksel sayı 4 dəfə az, uzunluğundakı piksel sayı 16 dəfə çox olan və 2048 rəng çalarına malik digər qrafik təsvirinin informasiya həcmini kilobaytla müəyyən edin. Baxın, 1024 rəng çaları veribsə, en bərabərdir 1024, düzdürmü? O da bərabər olacaq 210-a. Düzdür? Rəng dərinliyim, yəni enim bərabər oldu nəyə? 10 bitə. Piksel sayımın da, görsüz piksel sayda məlum deyil. Düzdürmü? Piksel sayında bir K ilə, bir X ilə işarə edək. Düzdürmü? Və qrafik təsvirin informasiya həcmi 60 kilobayta bərabərdir. Düsturumuzda necədir? V bərabərdir AB, N. Bu AB-ni mən ümumi olaraq K ilə qeyd eləsəm fərqi yoxdur. Bir AB ilə də onun da heç fərqi yoxdur. 60-a bərabərdirsə, onda nə olacaq? AB vurulsun 10, düzdürmü? Bit bərabərdir 60 kilobayt. Biri kilobaytdır, biri bitdir. Bunları belə deyim ki, çevirə bilərəm. Kilobaytı çevirsək, neyniyəcək? 213-ə vurarıq. Düzdürmü? 213-ə vurarıq. 213-ə vurandan sonra da burada 213-ə vurarıq. Bundan da bu getsə yerdə qalacaq nə? Yerdə qalacaq nə? AB bərabərdir nə? 6 vurulsun 213 nə? Bit. Düzdürmü dostlar? Sonra deyir ki, bu təsvirdə piksellərin sayı 4 dəfə az, uzunluğu piksellər isə 16 dəfə nədir? Çox olan 2048 rəng. 2048-i də buradan qeyd eləsəm, o da 2 üstü nədir? 11-ə bərabərdir. Düzdürmü? Yəni 11 bitə. 11 bitə. Və burada nəticə olaraq, belə deyim ki, qrafik təsvirin ümumi həcmin hesablanması üçün piksellərimiz sayı bəllidir də. 6 vurulsun 2 üstü 13, düzdürmü? Bunu deyir ki, 4 dəfə azaldıb, 4 dəfə azaldıb. 16 dəfə çox. 16 nədir? Böl 4. Düzdür. Vurulsun nə? 11-ə. 11 bit. Düzdürmü? Buradan da bərabər olacaq nəyə? 6 vurulsun 11. Düzdürmü? 11. Vurulsun nə? Burada 2 vur 3 kimi yazsa 2 üstü 15 bit. Düzdürmü? 2 üstü 15 bit. Düzdür. Bu da ki bizdə təzədən nə ilə istəyir? Kilobayt ilə istəyir. Aha, bəli. Bu 4 ilə də bu 4 qalacaq 4. 2 üstü 2. Bu da 6 vurulsun 11. 2 üstü 15 qalır. Buradan da kilobayta keçmək üçün, çünki nəticə olaraq kilobayt ilə istəyir. 2 üstü 13-ə. 2 üstü 13 ilə də 2 üstü 13 gedəcək. Burada qaldı 11, 6, 66. 66-ını da 4-ə vuranda nəyə bərabər eləyəcək? 264-ə bərabər olacaq. O da ki, doğru cavab nədir? C variantı. Gəldik 75-ə. Düzdürmü? 75-ə. Baxın, burada 75-də nədir? Deyir, verilənlər bazasında bu verilibdir, bu şərtlərə uyğun olaraq. Bizdə or nədir? Birləşmədir. Yəni, kimyada, baxın, kimyada 78-dən kiçik olanlar və özünə bərabər olanlar hansılardır? Bunlardır. Düz deyilmi? Yəni, 3, 4, 5. Or, fizika deyir ki, nədir? 70-dən böyük olanlar. Fizikada 70-dən böyük olanlar hansılardır? Bu 80-dir. Bu da nədir? 68-dir. Düzdür. Fizikada böyük olanlar, fizika
70'dən böyük olanlar, 70'in özünə bərabər olanlar budur. 72'dir. Düzdürmü? Bir də nədir? 80'dir. Düzdür? Olacaq nə? Olacaq nə? 2, 3, 4. Bunları da birləşdirsək olacaqmı? 2, 3, bizə burada 78'dən kiçikdir də 60'da, bəli. Bizə 2, 3, 4, 5. Düzdür? And nədir? Deyir ki, tarix böyükdür nədir? 70'dən. Tarix böyükdürsə 70'dən, tarix də 70'dən böyük olanlar hansılardır? Hansılardır? Və 70'dən böyük olanlar budur, 86'dır budur. Bu da hansılar olacaq? 1, 2, 70'dən böyük budur var. 3 nədir? 4. Düzdür? Düzdürmü? Və burada olaraq, bizdə end olaraq kəsişmə nə istəyir? Kəsişmə olaraq. Olacaq nə? 2, 3, bir də nə? 4. Düzdür? İndi bizə nə soruşur? Deyir ki, sorusunu tətbiq etdikdən sonra alınan cədvəldə kimya sahəsi üzrə atmosfer ilə çeşidləmə artma, yəni azdan çoxa doğru olaraq düzsək. Çeşidləmə tətbiq edildikdə Ceyhun haqqındakı yazı yerini necə dəyişər? Bəli, bizə də 2, 3, 4 sətrini almadıq. 2, 3, 4. Artma sırası ilə dediyi üçün nə olacaqdır? Olacaq nə? Ceyhuna da düşdü də, düz deyil. Olacaq azdan çoxa doğru, düzdürmü? Baxın, sanki belə. Bu belə deyil, 2, 3, 4 deyil. Artma sırası ilə yazsaq, bu düzdür. Gələcək, baxın, bu Ceyhun keçəcək birinci 65, düzdürmü? Sonra olacaq 78, yəni nə? 2, 3, yəni o da bizdə Ceyhunu soruşduğu üçün bizdə nə olacaq? 2 sətir yuxarı olacaq B variantı. Çünki Ceyhun azdan çoxa doğru deyir ki, artmağa görə. O da ki, Ceyhun birinci az deyə birinci yerdə durmuş olur. Bu şəkildə nədir? Yazılacaq. Aydındır? Yəni, sanki belə də bu 1'dir, Ceyhun birincidir. Sonra 2 budur, düzdürmü? 3 də budur, düzdürmü? Burada da nədir? Birinci yerdə duran Ceyhun azalma sırasına, artma sırasına görə Ceyhunu soruşduğu üçün 2 sətir nədir? Yuxarı B variantı. Gəldik, bu neçə idi? 75, gəldik 76'ya. Baxın, burada nədir? Burada cədvəlimizi quraq. Bizdə 3 dənə sütun deyir, düz deyilmi? 1, 2, TH-lar. Yəni bu meyvə, bu rəngi, bu da nədir? Faydalı. Bizə deyir ki, burada meyvənin adları nədir? Alma və sətir olaraq 1 sətir, 2 sətir, 3 sətir, 4 sətir. Aha. Alma, armud, bir dənə nar. Sonra rəngi olaraq bu olacaq qırmızı, bu olacaq sarı, bu da olacaq nə? Yenə qırmızı. Faydalı olması üçün belə deyim ki, vitamin C, bu lif, bu da nədir? Antioksidant. Bunu da buraya yazıram. Hamısını yazmam yerləşməyəcəkdir. Və bizə nə soruşur? Deyir ki, ikinci sütun, baxın bu birinci sütundur, bu ikinci sütun. Üçüncü sətrin kəsişməsində olan elementi nədir? Müəyyən edin. Burada da elementi müəyyən etsək, gəlib düşəcək haraya? 1, 2, 3-cü sətir. Nədir? Sarı. O da olacaq nə? Y variantı. Düzdürmü? Gəldik 77-ci sualımıza. Burada 513 səhifədən ibarət olan sənədin cüt səhifələrinin hər birində 40 sətir və hər sətirdə 32 simvol olan 24 simvollu əlifba kodlaşdırılır. Tək səhifələr isə hər birində 2 kilobayt olan təsvir. Aha. Deməli, burada 513 isə burada 256 cüt səhifədir. 257 də nədir? Tək. Burada da 1024 simvolu əlifba deyirsə, deməli bu n bərabərdirsə 1024-ə. Bu da 210-a bərabərdirsə, i də bərabər olacaq nəyə?
10 bitən. Düzdürmü? Deməli, necə həll eləyəcəyik? Gələcəm birinci cüt səhifələrdə 256, yəni 2 üstü 8, vurulsun 40 sətrim var, vurulsun 32 simvolum var, düzdürmü? 32 simvolum var və vurulsun nəyə? 10 bit. Burada da bunu kilobaytla istədiyi üçün 2 üstü 13-ə böləcəm. Burada qalacaq 32-ni də 2 üstü 5 yazsa 13 bundan bu gedəcək. 40-ı da ona vuranda nə eləyəcək? 400 kilobayt bu elədi. Düzdürmü? 257-də də deyir ki 2 kilobayt. Vursam 2 kilobayta bu da eləyəcək 514 kilobayt. Bu da ki 400-lə 514 kilobaytın cəmi neçə eləyəcək? 914 nə kilobayt. Sonra gəldik bu neçənci sualımız idi? Arcıl mı gedir? 77. Bu neçənci? Yəqin ki 78-də bu olacaq. Mətn redaktoru. Aha. Baxın burada nədir? Bizə deyir ki, mətn prosesorunda hazırlanmış mətn abzası verilmişdir. Bu da bizim test topumuza düşən sualda, yəni bizim test topluda da var. Uyğunluq dərəcəsi, yəni 100% təşkil edir. Burada da kursor abzasının 3-cü sətrində deyir yerləşdirilib. Düzdürmü? Baxın. Kursor 3-cü sətrin, kursor abzasının 3-cü sətrində yerləşdirilib. Bax, 3-cü sətr burada. Ctrl-J. Ctrl-J nədir? Ctrl-J odur ki, bizdən neynəməyi soruşur? Bizdə tam düzləndirməni. Y mərkəzə düzləndirir. J isə neynir? Belə deyim ki, tam düzləndirir. Aydındır? Aha, tam düzləndir. Tam düzləndirməsi üçün və sonra mənə deyir ki, home sözü seçilərək Ctrl-C, home özü gəlir, Ctrl-C kopyalayır və ikinci sətrin sonunda bax, bura home eləyir və J eləyir. Aydındır? J də nədir? Tam düzləndirmədir. Və burada da görürəm ki, onsuz da home yoxdur. Bu Y getdi, bu getdi. Düzdürmü? Bir də qaldı, home'lar var burada və burada gəldik. Sonra deyir ki, 4-cü sətr seçilərək backspace. Backspace də nədir? Silir. Deməli, 3 sətrim qaldı. Ona görə bu da getdi. Yerdə qaldı nədir? A ilə B. Düzdürmü? Aynı anda B deyirsə, deməli, məndə nədir? J tam düzləndirmədir. Amma burada tam düzləndirmə demir. Ona görə doğru cavab nədir? A variantı. Bu da belə. Gəldik 79-cu sualımıza. Baxın, bizə burada nə deyir? Deyir ki, alqoritm icrası zamanı 7 dəfə dim, 6 dəfə mid çıxışa verilibdir, düzdürmü? A və B dəyişənlər girişə verilə biləcək ən böyük natural qiymətlərin cəmini müəyyən edin. Və bizdə burada 7 dəfə, deyim ki, çıxışa verildiysə, yəni birinci dövr 7 dəfə icra olunubdur, düzdürmü? Burada da A üstə gələk N. Deməli, 7 dəfə icra olunubsa, deməli nədir? Dövrdə nə zaman çıxışı baş verəcək? 7-ci dövrdən. O da ki, A üstə gələk 7N böyük bərabərdir 13 vurulsun N. Düzdür. Burada da qalacaq nə? A böyük bərabərdir
13 6 inə bərabər olur. Düzdürmü? 6 inə bərabər olur. Orada da nədir? 6 inə. Düzdürmü? Və baxırıq ki, burada da n girişi nə verib? 4. Deməli, nə olacaq? A böyük bərabərdir nəyə? 24-ə. Deməli, baxın, burada ən kiçik qiyməti nə almış olacaq? A bərabər olacaq nəyə? 24-ə. Çünki burada ən kiçik qiymətini almış olur. Deməli, 6-cı addımda necə olacaqdır? Onda A nədir? Üstə gələk 6n, yəni qalma şərtində 6-cı dövrə baxanda 13n-ə bərabər olur. Burada da A kiçikdir nəyə? 7n-ə. Orada da n 4-ə bərabərsə A kiçikdir nəyə? 28-ə. Burada da ən böyük qiyməti nəyə bərabər olmuş oldu? 27-yə. Düzdürmü? A bərabərdir 27-yə. İndi gəldik midə. Düzdürmü? Gəldik nəyə? Midə. İndi burada 6 dəfə ikinci dövr deməli 6 dəfə icra olunubdur. Düzdürmü? 6 dəfə icra olunubsa, baxın burada. Onda gələcəm, neyəcəm? B çıxaq 6n kiçikdir nə? 17 n-ə. Düzdür. Burada da B kiçikdir nəyə? Kiçikdir nəyə? Çünki dövrdən çıxmasına baxıraq. 23 n-ə. Burada da n yenə 4 verib. B nədir? Kiçikdir 92-yə. Baxın, buradan biz nəyini tapa bilirik? Ən böyüyü yoxsa ən kiçiyi? Təbii ki, ən böyüyü 91 olacaqdır. Düzdürmü? 91 olacaqdır. Onda da bizə deyir ki, bizə sual olaraq nə deyir? AB dəyişən girişə verəcək ən böyük natural qiymətlərin cəmini müəyyən edin. O da ki, 27 üstə gələk nə? 91. O da 118-ə bərabər olacaq. D variantı. 79-80-ci sualımıza baxırıq. Uşaqlar. Baxın, burada nə deyir? Deyir ki, bizdə nələr var? Böyük hərflər sürüşdürülüb. Düzdürmü? Kiçik, böyük hərflər və rəqəmlərdən ibarət məlumat aşağıdakı qaydada şifrələnmişdir. Düzdürmü? Şifrələnmə, yəni 3 olacaq, 4, 5. Bu olacaq böyük hərfə, bu olacaq kiçiyə, bu da olacaq rəqəmə. Düzdürmü? Düzdür. Sonra deyir ki, daha doğrusu, yox, necə saniyə, daha doğrusu. Bizdə bu hərflər şifrələnmə, bunlar o şifrələnmədən sonra bu olubsa, aydındır, bizim simvollarımız budursa, B, 6, Y, 3, F, A. İlkin məlumatı müəyyən edin. İlkin məlumatı müəyyən eləmək üçün böyük hərflərdəki 3 mövqe sağa, böyük hərf B 3 mövqe sağa gedəndə nə olacaqdır? 1 tərsinə gedəcək də elə bil ki bizdə. Düz deyilmi? Çünki ilkin şifrələnməni tapmaq bildim ki, D şifrələnməni tapmaq üçün. O da ki 1, 2, 3 olacaqmı? Y. Rəqəmlərdə nədir? 5 mövqe sağa. Düzdür. 5 mövqe sağa dediyi üçün yenə neyəcəm? 1, 2, 3, 4, 1, 2, 3, 4, yox, bircə saniyə. 1, 2, 3, çox üzrlü saniyə. Mən 5 mövqe sağa deyib, götürüb 5 rəqəmindən götürüb gedirəm. Burada olacaq 1, 2, 3, 4, 5, 1-ə düşəcək. Düzdürmü? 1-ə düşəcək. Kiçik rəqəmlər nədir? 4 mövqe sola. Düzdür? 4 mövqe sola deyirsə, onda yenə 1, 2, 3 nə olacaq? C-yə düşəcək. Y-də olacaq nə? C. Təzdən rəqəm nədir? Rəqəm 3 isə 5 mövqe sağa deyirsə, biz neynəyəcəyik? 3-də neynəyəcəyik? Sola gedəcəyik. Düzdürmü? O da düşəcək nəyə? 1, 2, 3, 4, 5, 8-ə. Düzdürmü? Sonra F gəlir, böyükdür. Böyük hərflər bizə dedi nə? 3 mövqe sağa. F hanı? F. Böyük hərflər də buradadır. Düzdürmü? Fərqi onsuz da böyük hərfdən kiçik hərf
sıralanması onsuz da eynidir. Bunda baxdım, bunda baxdım. Yəni bir fərqi yoxdur. F-də nə dedi bizdə? F-də böyük hərfdə 3 mövqe sağa, yəni neyəcəm? F-mi tapım, 3 mövqe sola düşəcək nəyə? 1, 2, 3 C-yə düşəcək. Kiçik A-da. Kiçik A-da nə deyir? 4 mövqe sola sürüşdür. Bizə nədir? Sağa gedəcəyik. Kiçik A-da. Düzdürmü? 5 mövqe, 5 yox, 4 mövqe. Düzdürmü? Kiçik A-da. O da düşəcək nəyə? O da düşəcək nəyə? 1, 2, 3, 4 Y-yə. Düzdür. Məsələn, bizdə də nə oldu? Y, bax, Y-dən başlayıb 1, C, 8, C, Y nədir? A variantı. Gəldik 81-ci sualımıza. Uşaqlara nəzəri oxutdurmaqdan müəllim, bunlar düşməz, elə belə bir şeydir. Amma ki, görürsünüz, düşdü. Düzdürmü? Neçənci sualdaydı? Biz 80-81, bəli, ardıcıl olaraq nədir? Gedirik. Aha, burada nə deyir? Deyir ki, xidmətli klavişləri müəyyən edin. Xidmətli klavişlər insert, shift, bir də nədir? S5, 1, 4, 5. Yerdə qalan home-dur, page down-dur, end-dir. Klavişlərin, belə deyim ki, kursorun idarə olunmasıdır. Gəldik nəyə? 82-ci sualımıza. Biraz bunu balacalaşdıracağım. Yəqin ki, siz də öz test sınaq sual kitabçanızda nədir? Baxarsınız. Düzdürmü? Bizə nə deyir? Bizə deyir ki, şagirdlərin kitabxanada götürdükləri kitablarla bağlı verilənlər bazasının əlaqəli cədvəllərindən fraqment verilmişdir. Və cədvəllərə görə Lalə adlı şagird kitabxanadan götürdüyü bütün kitabların cəmi neçə günə oxuyub. Laləyə baxıram, burada aidi şagirdi 3'dür. Düzdürmü? Gəlirəm bura, gəlirəm bura. Düzdür, aidi 3'dür. Cədvəl 3'də aidi kodu 3'ə bərabər olana baxıram, aidi kodlarına. Düzdürmü? Kitabların oxuduğu günlərin sayı nədir? Müəyyən edə bilərəm. Orada da ki 3 aidi kitabı 3 budur da 103. Düzdürmü? 103. Burada da bizdə bu tapdığımız nömrəsidir. Aidi şagirdi 3 olan budur. Budur. Onlar da hansılardır? 104. Düzdürmü? 104. Belə deyim, bunu silim, qarışdırmayasınız. Çünki mən onu aidi şagird kimi oxudum. Düzdürmü? 104. Sonra 102. Sonra 105. Sonra 101, 103. Burada da nədir? 10'dur. Bu da bizim test toplumumuzdan eynisi ilə nümunə var. Testimiz var. 16, üstə gələk 15, üstə gələk 15, bərabərdir nəyə? 10'u yazdım, 16'ını yazdım, 3 dənə 15. Bu da eləyəcək nə? 71. Doğru cavab 71. Gəldik nəyə? 83'ə. Aha. Mən deyəsən burada uşaqlar stop edib izah eləmişəm, amma izahlarım burada var. Belə ötəri qoyacağım, baxarsınız. Amma bilmirəm harada stop eləmişəm. Bir də mənim üçün əziyyətli bunu bir də təzədən silib. Baxın, harada qalmışamsa, amma bilmirəm 80'də stop eləmişəm. Təbii ki, biraz çətinliklə çəkdim bu videonu. Nə mənada çətinliklə? Vaxt cəhətdən. Baxın, izahların yazmışam 81'i də, bunu da verilənlər bazasında 85'də artıq yadıma düşdü ki, mən bir deyim ki, stopdan çıxmamışam, bazadan çıxmamışam. Gəldik bura. Yenə deyirəm, uşaqlar bu sualda əzbərə gedir, amma ki, yenə deyim, gələn üçün uşaqlar dinləsin. Ən böyük və ən kiçik necə tapılır? Əgər 16 ədədi çap olunubsa, deməli eni
2 dəfə artırıb. Deməli bu 4 dəfə icra olunubdur. Düz deyilmi? Yəni birdən başlayıb 1 vurulsun 2 vurulsun 2 8, 8 vurulsun nə 2, 16-ya bərabərdir. Düzdürmü? 4 addımda. Deməli m-də 12 vahid azaldıb. Aydındır? O da m çıxar 12 vurulsun 4. Düzdür? O da nə zaman dövrdən çıxacaq? Kiçik bərabərdir 55. M çıxılsın 48, kiçik bərabərdir 55. M də kiçik bərabərdir nəyə? 103-ə. Düzdür? 103-ə. O da ki. Burada biz ən böyüyünü tapa bilirik, yoxsa ən kiçiyini tapa bilirik? Deməli, çünki burada baxın 101 də ola bilər, 102 də ola bilər. Burada nədir? Ən böyük qiymətini tapacağıq. O da ki, m bərabərdir nəyə? 103-ə. Və ən böyük qiymətini tapdıq. Və bir dövrləndə nədir? 3-cü addımda da dövrdən qalma şərtinə baxacağıq. O da nə olacaq? M çıxaq. Düzdürmü? 3 vurulsun 12, yəni 36. Dövrü işarəni dəyişmirəm. Niyə? Çünki 3-cü dövrdə artıq bu işləyibdir. 55. M çıxaq 36 böyük bərabərdir 55. M də böyükdür nədir? 91-dən. Buradan ən böyüyünü tapa bilərəm, ən kiçiyini tapa bilərəm. Deməli, burada nədir? Ən kiçiyi. M də bərabərdir 92-yə. Düzdür? Bizdə fərqin soruşur. O da ki, 103-dən çıx 92. 103-dən 92 çıxanda da 11. Baxın, bu sualda paylaşmışam Instagram səhifəmdə də. Yenə Leyla Həziyeva yazıb. Baxa bilərsiniz. Instagram səhifəmdə də paylaşmışam. Ən böyük, ən kiçik natural qiymətlərin fərqi yenə də bizim sınaqlarımızda var. Sınaqları əldə etmək üçün də 051 663 18 90 nömrəsinə yazın. Həm kitab, həm sınaq toplu belə deyim ki, əldə eləmək istəsəniz. Bu belə. 85 gəldik nəyə? 86-ya. 86-da nə deyir bizə? 86-da nə deyir? Deyir ki, ABC nə şəhərində oxla göstərilmişdi. İstiqamətdə hərəkət etmək olar. A şəhərindən El şəhərinə, D şəhərindən keçməklə. D şəhərindən keçmək şərtinə neçə müxtəlif nədir? Yolla getmək olar. Amma bizə deyir ki, D şəhərindən keçməklə. D şəhərindən keçməklə dediyi üçün mən buna baxmayacağım. Bir də bura baxmayacağım. Aydındır. Amma belə gəlib, belə gedə bildiyi üçün bir də bura baxmayacağım. Çünki bu da nədir? D şəhərini görməyəcək. O da ki, bunu bu şəkildə gedə bilərəm. Baxın, A-dan dediyi üçün A-dan B-yə bir yol, H-a bir yol, C-yə də bir yol. Düzdürmü? Əgər B-yə bir yol daxil olubsa, bir yolda buradan daxil çıxacaq. 1 ilə 1 nədir? Aha, bura baxacağım. Bir də burada. Düzdür? 1 ilə 1 nədir? 2. 2 dənə də burada. 2, 3, 3 üstə 1, 4. Aha, bu da var. Buradan da nədir? Bir dənə yol hərəsindən çıxıb. 4 üstə 1, 5. Düzdür? Bu da nədir? 5. Bu da 5-dirsə, bu da nədir? 5 olacaq. Düzdürmü? Bu da 5 olacaqdır. Amma ki, nəsə mən hesablamada qarışdırdım. Bəli, qarışdırmışam. Burada da axı bir dənə var. Bir dənə var. Buradan da 2, 1, 3 olacaq. 3 üstə 1, 4. Bu olacaq 5. Düzdürmü? 5-in üstə də 1 nə olacaq? 6. 6, 6. Deməli, burada ehtiyac yoxdur. Çünki bizdə burada budur. Yəni, bu ortaya ehtiyac yoxdur. Düzdürmü? Aha, 6 buradan gəlib. Bu 6 gəlibsə bu 6. 6 ilə 6 nədir? 12. Doğru cavabımız nədir? 12. Gəldik nə? 86. 88, 89, 90-ı da, 87-ni də izah eləyim. 87-ni də. Ətraflı yazılara bir deyim ki, adını çəkib yerləşdirəcəm. Burada nədir? Raster qrafik redaktorları. Baxın, nəşriyyat sistemləri InDesign'dır. Bir də ScriptBus. Aydındır. 1-ə gedəcək nə? 1-ə gedəcək. 1-ə yox, daha doğrusu 2-yə. 2-yə gedəcək nə? B ilə D. Düzdürmü? 1-ə nə gedəcəkdir? 1-ə gedəcəkdir. Raster qrafikasına nə aiddir? Photoshop, yəni A. Düzdürmü? Bir də Y. 3-ə nə gedəcək?
3'e de daxil olacaq nə? 3'e de daxil olacaq Yukon C. Bu da olacaq bu. Bu qədər.